Salam dostlar, kanalımızın növbəti videosuna xoş gəldiniz. Keçən dərs tip sistemindən danışdıq, bu gün isə kodumuzu təhlükəsizliyindən danışacağıq. Keçən dərsimizi əvvəlcə, keçən dərs izah eləmədiyimiz, yəni üstündən bir dəyişən adlandırma tipləri, ki sözlərindən olan, keywordlərdən olan var və dynamicdən danışmadığımız üçün ilk olaraq onlardan danışacağıq və sonra buradan alacağımız xətaları necə qoruna biləcəyimizdən danışacağıq. İlk olaraq uzatmadan vara keçəcəm. Biz keçən dərsdən bilirik ki, hər bir dəyişən yaradanda ilk olaraq onun tipini, sonra dəyişənin adını və sonra da dəyərini yazırıq. Biz var qeyd eləyərək dəyişən tip əvəzinə biz Dart dilinə deyirik ki, qardaş, sən get özün bunun bu yaratdığın dəyişənin tipinə baxaraq sən bu dəyişənə tip ver. Məsəl üçün mən yaradıram user, bunun tipini eləyirəm, bərabər eləyirəm Ayxana. Artıq Dart bilir ki, bu userin tipi stringdir. Buna necə baxa bilərəm? Mən print eləyirəm. Print. Bura yazıram ki, dəyişənin tipi can belə yazaq. Dollar user dəyişənin tipi nöqtə verici dollar işarəsinin içində yenə user nöqtə run daha doğrusu bunu belə yazmalıydı. Dollar işarəsi belə user nöqtə run type. Vergül addır. İndi kodlayaq və baxaq. Gəlir debug console-a. Yerləşirik. Əla. Ayxan dəyişəninin tipi stringdir. Bəli. Biz baxın bunun tipinin string olduğunu bilirik. Və yaxud da gəlirəm bura, bunu 17 eləyirəm, təzədən debug eləyirəm və deyir ki, 17 dəyişənin tipi integerdir. Buranı necə yazmalı bir də göstərim, terminaldan gəlib. Buradan run-a gəlirsiniz, start debanı basırsınız və yaxud da terminaldan flutter run yazaraq, əgər telefonunuz qoşulursa telefonunuzdan qaldıra bilirsiniz. Ən sadə yolu run və buradan start debanı. Əla, bunu gördük. Bəs dynamic zamanla başqa. Əslində dynamicdə varla nə ilişki görürük? Sadəcə dynamic bizə azadlıq verir. Dynamicin verdiyi azadlıq ondan ibarətdir ki, mən buradakı useri 17 elədim axı. Hal-hazırda bilirəm ki, bunun tipi integerdir. Normalda Dartda heç vaxt bir tip o bir tipə dəyişmək mümkün deyil. Amma mən gedib buradakı useri bərabər eləyirəm, stringdən ayxana nöqtə vericini qoyaq. Nöqtəyə və gördüyünüz kimi ən axırıncını götürür. Yəni çox rahat şəkildə dəyişir. Amma mən bunu var eləsəydim və artırmadan xəta partlayacaqdı. Nə deyəcək? Həmişə aldığımız xətanı. Deyir ki, sən string olan dəyəri atırsan, amma bizim tipimiz integer. Amma mən bunu dynamic eləyəndə Dartın bütün qorunma müdafiə sistemini aşıram. Yəni mən istədiyim qədər istədiyim şeyi bir-birinə dəyişib, dəyişənlərin tipini bir-birinə dəyişə bilirəm. Dynamic əslində bir növ bizə rahatlıq verir. Amma dynamicin verdiyi bəzi təhlükələr var. Biz ona görə də dynamic yazanda mütləq şəkildə diqqətli olmalıyıq. Bu bizə azadlıq verir, amma verdiyi azadlığı sui-istifadə də edə bilər. Buna görə də mütləq şəkildə dynamic yazanda diqqətli olmaq lazımdır. Məsələn, necə? Tutaq ki, gənclər. Burada mən bir dənə dynamic, bir dənə dəyişən adı verirəm. Yazıram ki, user balance. Bunu bərabər eləyirəm 1000 manata. Integer olan 1000 manata. Düşürəm aşağı. Gəlib burada yazıram ki, user balance bərabərdir. Köhnə user balance'ın üstünə gəleyim 200 manat. Mənim gəldim mən o 200 manatı, düşdüm aşağı. Printlə balansımı ekranda görsədim. Print user balance əla. Debug console-a keçirik. Refresh edirik. 1200 ekranımızı gördük. Amma tutaq ki, bir istifadəçi proqramımızın bu hissəsində səhvən balans hissəsində text qeyd olub da klaviaturada nəyisə basıb text olaraq düşüb. Görürsünüz, heç bir xəta yoxdur. Mən burada varı yazsaydım, var. Xəta olacaq. Mən burada integer yazsaydım, burada xəta olacaq. Mən burada string yazsaydım, yenə burada xəta olacaq. Yəni kod mənə deyəcəkdir ki, qardaş, sən integerlə stringi toplayırsan.
Amma dynamic mənə icazə verir axı, mən bütün bu müdafiə sistemini aşıram. Kodu kodlayıram. Bum, partladı. Düşün ki, bu userin qarşısında baş verir və bu bizim işimizə mənfi təsir göstərir. Buna görə də dynamic kodunu yazanda biz mütləq şəkildə diqqətli olmalıyıq və tiplərin mütləq şəkildə hansı tipin gələcəyini mütləq şəkildə koda baxmalıyıq. Əgər əminliksə bu tip hansı tipdə olmalıdır, mütləq şəkildə vardan və yaxud da elə öz stringdən, integer dəyişənin tipindən üzründən istifadə etmək daha məqsəd uyğundur. Bu belə. Biz buradan var və dynamic öyrəndiksə, keçək bu dərsin ikinci hissəsinə. İkincisi, bizim dərsimizin ikinci hissəsi nədən ibarətdir? Bu ondan ibarətdir ki, bəzən yəni null xətasını uzatmayaq. Dünyanın ən böyük proqramlaşdırma bəlalarından biri olan null xətasından danışırıq. Dostlar, null nədir? Null heçlikdir. Gəlin bunu siləyək əvvəldə. Gəl bu sözü siləyək. Biz onlara başlayaq. Null nədir? Null nədir? Null bir heçlikdir. Yəni bir heçlik. Məsəl üçün, siz bir qutu yaradırsınız. Qutunun içini boş saxlayırsınız. Bu boşluqdur. Heçlik deyil. Amma qutunun olmaması ümumən heçlikdir. Yəni, məsələn, siz string yaradırsınız. String də bir dənə qutu, adını qoyursunuz user və bunun içinə boş edirsiniz. Bu tamamilə okeydir. Bu boşluqdur. Amma siz bir dənə string yaradırsınız. String bir dənə adını verəndən sonra heç nə siz saxlayırsınız belə. Bu nulldır. Normal olaraq, yəni əslində burada birdən başqa xəta var. Mən bunu yazaq ki, test. Bu nulldur. Normalda, bunun dərsində, normalda Dart dilində çox sərt bir qızıl qayda var. Bütün dəyişənlər standart olaraq non-nullable-dır. Yəni, sən heç vaxt bunu belə yazmağına icazə vermir. Bax, belə görsən, təxmini qoyub belə bir şey. Gəlin bunu print eləyib. Testi ekrana yazdırmaq istəsən, problem verəcək. Hətta burada nöqtə vergülünü qoysan belə problem verəcək. Deyəcək nə? Deyir ki, non-nullable. Sənin dəyişənin nulldır və non-nullable icazə yoxdur. Yəni, Dart bizə nə deyir? Normal olaraq null bir dəyişəni bilərəkdən null eləməyimizin qarşısını alır. Bizə icazə vermir. Amma real layihələrdə bu bizim işimizə bəzən yaramır. Niyə? Çünki bəzən data gec gəlir, istifadəçi məlumatı doldurmur. O input bizə bəlkə də lazım deyil. Tutaq ki, istifadəçinin, nə bilim, xalasının adı bizə lazım deyil. Biz onu null saxlamalıyıq, düzdür? Biz onu ekranda yazmalıyıq, həm də null saxlayaq. Null olsa da olar. Biz bunların qarşısını almalıyıq. Və bunların qarşısını alan zaman bizə 3 dənə, daha doğrusu 4 dənə açar söz. İş müxtəlif şeylər. Bunlara nə deyək? Bunlara deyək ki, operatorlar. Bəli, operatorlar bizə kömək göstərir. Bu operatorlardan birincisi sual işarəsidir. İkincisi 2 dənə sual işarəsidir. Üçüncüsü 3 dənə sual işarəsi yox. Breakdir. Dördüncüsü mirror. Və bunlar bizə necə kömək edəcək? Gəlin bir-bir baxaq. Kodumuzu səliqəyə salaq. İlk olaraq başlayaq sual işarəsinin dərsini. Görsünüz, mən burada bu testi ekranda yazdıra bilmədim. Kod xəta verir. Yəni, kompüter xəta verir ki, bu olmaz. Mən bunun qarşısını almaq üçün bir dənə sual işarəsini istifadə edirəm. Sual işarəsi necə istifadə olunur? Əgər sən hər hansı bir operatorun null ola biləcəyini bilirsənsə və Darta demək istəyirsənsə, sən icazə ver, qoy bu null olsun. Verməyini istəyirsənsə, o zaman gəlib stringin arxasına null sual işarəsi qoyursan və bizim xətamız aradan qalxır. Bu nə deyir? Sən mesela Darta bu sual işarəsini qoyaraq deyirsən ki, əziz Dart, bu dəyişən mənim üçün əhəmiyyətli dəyişən deyil. Olsa da olar, olmasa da olar. Mən zaten sonu kodda bunu bir yerdə istifadə edəcəm, amma məcburi yer deyil. Gəlməsə də olar. Okey. Yəni biz bunu null atadıq. Darta dedi ki, bu nulldur. Hal-hazırda null olaraq atadıq. Mən sonra gedib bunu ekranda təbii ki, bu testi dəyişə bilərəm. Testi bərabər edə bilərəm. Tutaq ki, Ayxana. Niyə bunu Ayxana bərabər edirəm, stringə bərabər edirəm? Çünki tip olaraq artıq atamışıq, string olmadan atamışıq. Və terminaldan gəlin baxaq. Konsoldan baxaq. Run, start the fun. Gedən bu kodlansın.
Bəli, xatırladım. Gördük ki, biz printdə bura Ayxan yazıldı. Biz null dəyişəni eləmişdik. Null dəyişəninə Ayxan atadıq. Ayxan gəldi ekranda yazıldı. Mən bunu silirəm, dəyişəni null olaraq saxlayıram və null ekrana çıxdı. Və deməli biz ilk olaraq null dəyişənini dartı necə izah edəcəyimizi bildik. İndi ikinci problemimiz nədir? Bizim ikinci problemimiz odur ki, birbaşa istifadəçinin qarşısına null çıxartmaq yaxşı deyil. Proqramlaşdırma tərəfindən çox ideal, peşəkar bir yanaşma sayılmır. O zaman da bizim köməyimizə 2 dənə sual işarəsi olan operator köməyə çatır. Necə edir? Məsəl üçün, mən ekranda gəlin bunu user deyək. User name eləyək daha doğrusu. Bu user name-i də gətirib ekranda yazdıracağıq. Olur. Bax ki, bu dəyər gəlir. Mən bu dəyəri götürüb deyirəm ki, string display name. Yəni ekranda görsənəcək. Bu da bərabər olur nəyə? User name-ə. Baxın, Dart başlayır mənə problem yaratmağa ki, sənin bu display name-in null-dır. Daha doğrusu null deyil, null ola bilməz. Amma user name-in null ola bilər. Yəni sən bu bir-birini ataya bilməzsən. Mən deyirəm ki, başa düşürəm. Bura 2 dənə sual işarəsi atıb, bunun bu tərəfinə yazıram ki, şunu qoyum. Nə yazım burada? Yazım ki, istifadəçi yoxdur. Məlumat yoxdur yazım. Yoxdur. Məlumat yoxdur yazdım. Və belə olaraq mən Darta nə deyim? Deyirəm ki, əziz Dart, display əgər user name null olarsa, sən ekrana məlumat yoxdur. Yəni daha da ekrana məlumat yoxdur yazımı biraz ifşətlə götür, belə izləyək. Deyirəm ki, əgər user name bu iki işarəni qoyanda, bu işarənin solu nullsa, yəni əgər user name nulldırsa, sən bura bunu əlavə elə, bunu. Yox, əgər bunun özü varsa, user name varsa, null deyilsə, sən display name-ə user name-in özünü yaz. Gəlki olaraq null olaraq yoxlayırıq. Null olaraq yoxlayırıq. Yoxladıq, ekranda null. Pardon, display name ekranda yazdırmalıyıq biz. Yoxlayırıq. Bəli, məlumat yoxdur yazıldı ekrana. Amma mən gəlib aşağıda username bərabərdir test yazsam, məlumatda virgülünü qoysam, sonra yenidən refresh eləsəm, okey, test ekrana yazıldı. Yəni bu işarə bizə nə deyir? İşarə deyir ki, işarənin solundakı dəyər, sondakı dəyişən daha doğrusu null deyilsə, bunun özü. Əgər null-dırsa, işarədən sağda yazılan dəyər atansın. Bu olur bizim 2 sual işarəsi operatorumuz. Məncə bu sadə idi. Sual və sual işarəsi sadə idi. İndi isə keçək lead və nidaya. Deməli, lead nədir? Lead söz verməkdir. Yəni, biz lead vasitəsilə Darta söz veririk ki, bu dəyər 100% oturacaq. Bunda nə zaman edirik? Deməli, bəzən elə olur ki, dəyişənin daxilində null qoymaq, yəni bu dəyişənin null ola biləcəyini istəmirik. Çünki null ola bilməz. Bu dəyişən bizim üçün required'dır və null ola bilməz. Amma iş orasıdır ki, bu dəyişən kodun növbəti hissələrində bizə lazım olacaq. Yəni kod ortaya çatanda lazım olacaq ya da axıra çatanda lazım olacaq. Amma məlumat gələcək. Biz bilirik ki, 100% əminik ki, məlumat gələcək. O zaman biz late açar sözündən istifadə edirik. Late açar sözü əslində bir növ Darta kişilik söz verməkdir. Yəni sən əgər bir dənə tipin qabağında late yazırsansa, sən Darta da söz verirsən ki, da mən ölüm, bu dəyər 100% olacaq. Məsələn necə? Late yazıram ki, user name yenə. Bu user name ilk olaraq məndə nulldır. Pardon, burada user name-in tipində yazmalıyam, string. İlk olaraq nulldır. Amma bax bunu problem elə. Mən yazıram ki, print user name. Atdıq bura. Kompüter belə olana bizə xəta verəcək. Amma görürsünüz, bunu belə saxlamağa heç bir problem eləmir. Sual işarəsi falan qoyulur ki, kod ilk başlayanda bu username bizdə null. Kodun növbəti hissələrində bu username bizə lazım olacaq və biz onu dolduracağıq. Gəlin username yazsam, buna yazıram ki, Ayxan. Hoppa. Dartda olan problem aradan qalxdı. Yəni biz bilirik ki, bu string null ola bilməz. Null ola bilməz. Ona görə də null olmaqdan qaçırıq.
Null işarəsi soruşa qoymaqdan qaçırdı. Bildi ki, bu 100% dolacaq. Bu dolacağından əmin olduğumuz üçün biz late açar sözündən istifadə edirik, data söz veririk və sonra da onun üzərliyini müntəş şəkildə doldururuq. Bu da asandır məncə. Sonra gəldik nida işarəsinə. Bu bizim son operatorumuzdur və sənayədə hamının qorxduğu nida operatorudur demək olar. Yəni sənayyə deyəndə proqramlaşdırma sənayəsində. Nida işarəsi nan ola bilən dəyişəni güclə normal tipə çevirir. Necə? Gəlin baxaq. Bax, bax. Gəldim bura. Ayaqlarına nə yazmışdım? Yazmışdım ki, string null ola bilən bir dənə string yazıram user name. User name. Gələm aşağı. Aşağıda bir dənə string yaradıram. Stringin isim deyirəm ki, display. Buna bərabər edirəm user name. Bu bizə nə verir gənclər? Bu bizə xəta verir ki, sən null ola biləcək bir dəyəri assign eləyirsən null olmaya biləcək bir dəyərə. Və mən gəlib bunun arxasında bir dənə nida işarəsi qoyduqda, mən o xətanı aradan qaldıram və məcbur edirəm ki, mən özüm bilərəm. Sən mütləq şəkildə bunu qəbul eləməlisən. Əgər bu işarə dolmasa, yəni username dolmasa, baxın, mən bura gəlib display name. Otomatik açmışam. Display name. Bəli. Display name heç bir xəta vermir. Niyə? Çünki mən buradakı bu yoxlamanı aradan qaldırdım və refresh eləmişəm, username-i doldurmamışam və username dolu olmasa null olacaq. Bu da null'dırsa, mən bu null'ı da bu display name-ə atadığım üçün display name ilə null olacaq. Normalda bu null olmalı deyil. Amma hələlik heç bir xəta görmürəm. Refresh edirəm və bum, kod partladı. Daha doğrusu kod partladı. Okay. Səbəb ondan ibarətdir ki, mən nida işarəsi qoyaraq çox böyük bir risk alıram. Yəni null yoxlamasından qaçıram. Və bu nida işarəsini istifadə eləmək yalnız məcbur qaldıqda istifadə eləmək lazımdır. Yəni əmin 100% əmin olmasaz, yəni əgər 100% əmin deyilsənsə, nidadan qətiyyən istifadə eləmə. Onun yerinə həmişə 2 dənə sual işarəsini operatorundan istifadə eləmək daha məntiqli uyğundur. Çünki bayaqları biz bunu elədik, yəni sual işarəsi qoyub burada gələcək məlumat yazılıb heç bir problem yaranmadı. Bu video üçün tapşırıq nədir? Dərsi tam bağlamaq üçün, yəni tam dərindən başa düşmək istəyirsinizsə, string tipli bir dənə user role yaradırsınız və içinə heç bir şey qoymayın. Sonra 2 dənə sual işarəsi operatorundan istifadə edərək, əgər user role boşdursa, ekrana standart üzü yazdırın. Doludursa, null'dursa elə user role-un özü ekrana yazılsın. Bugünkülük bu video bu qədər.